Salamlayıram Azərbaycanın, Ordubadımın, Vənək kəndinin dəyərli sakinləri. Novruz bayramınız mübarək olsun. Bu çayın o qeyrətli olduğun dini ilə nesə Ergenekon bayramınız mübarək olsun. Bu millətə, bu xalqa bayramlar yaraşır. Bu xalqa zəfər, qələbə yaraşır. Mən də fürsətlə istifadə edib şəhid ailələri adından sizləri təbrik edirəm. Bu tədbirin iştirakçılarına uzun ömür, can sağlığı arzulayıram. Bu tədbirin təşkilatçısı başda Ramış qardaşım olmaqla hər kəsə dərin minnətdarlığımı bildirirəm. Vənək kəndi mənim üçün əzizdir, doğmadır. O mürəkkəbi şəhidin qanuna bərabər olan Cəmil müəllim mənim müəllimim olubdur. Mənə həyatı öyrədib, ona da uzun ömür arzulayıram. Sağ olun, minnətdaram. Xalqımızda, vətənimizdə həmişə bayram əhval-ruhiyyəsi olsun. Allah şəhidlərimizin ruhunu şad eləsin, bizlərə, onlara layiq vətəndaş olmaq qismət eləsin. Sağ ol qardaş, minnətdaram.